Təbii kərə yağını necə seçməliyik? Studiyada bu barədə müzakirə açacağıq. Qonağımız Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi Elşad Cəbrayılovdur. Elşad müəllim, xoş gəlmişsiniz. Hər vaxtınız xeyir olsun, Elşad müəllim, xoş gəlmişsiniz. Elşad müəllim, son vaxtlar kərə yağı bazarında hansı uyğunsuzluqlar aşkarlanıb kərə yağı bazarında? Təşəkkür edirəm dəvət üçün. Qeyd etdiyimiz kimi, agentlik tərəfindən aparılan monitorinq çərçivəsində ölkə ərazisində satış həyata keçirilən yerli istehsal olunan kərə yağı məhsullarının nümunə götürülüb. Agentliyin tabindəki Qida Təhlükəsizliyi İnstitutunun Bakı laboratoriyasında sınaqlar aparılıb. Sınaqlar həm təhlükəsizlik göstəriciləri baxımından, həm də ki, etiket məlumatları baxımından təhlil olunub. 25 məhsuldan nümunə götürülüb, yerli istehsal olunan məhsuldan. Bunlardan 20-sində uyğunsuzluq halı aşkar olunub, 7 istehsalçıya məxsus. Uyğunsuzluq əsasən qida məhsulunun təhlükəsizlik göstəricilərlə bağlı deyil. Sadəcə burada istehlakçının aldadılması hallarına yol verilmişdir. Hansı formada? Belə ki, qida təhlükəsizliyi haqqında qanunda qeyd olunub, qida məhsulunun etiketlənməsində dair tələblər var ki, qida məhsuluna xas olmayan təsir və xassənin qida məhsulunun üzərində göstərilməsi qadağandır. Yəni, hər hansısa bir məhsul, broiler, məsələn, toyuqlarını götürəndə üzərinə kənd toyuğu adına qeyd olunması qadağandır. Və yaxud da ki, üzərinə təbii kərə yağı kimi göstərilib, təbii süddən və pasterizə edilmiş qaymaqdan hazırlandığı qeyd edilsə də, tərkibi yoxlayanda bunun tərkibində bitki yağlarının əlavə edildiyi qeyd olunub göstərilir. Aşkar olunan bu nöqsanlarda qeyd etdiyim kimi, tərkibində fitosterinlərin, kompleksterin aşkar olunmasıdır ki, həmin məhsulların tərkibinə bitki yağlarının əlavə edilməsini dəlalət edir. Bu aşkar olunan nöqsanlarla bağlı artıq agentlik tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstehsalçılar barəsində İnzibati Xətalar Məcəlləsində uyğun olaraq məsul tədbirlər görülüb. Həmin uyğunsuz çıxan məhsulların istehsalının dayandırılması və dövriyyədən ticarət şəbəkənin geri çağırılması barədə qərarlar qəbul edilmişdir. Bəs ümumiyyətlə bu dediyiniz bu məsuliyyət tədbirləri hansı formada olur? Burada məsuliyyət tədbirləri həm istehsalın dayandırılmasıdır müəyyən dövr ərzində, belə ki, həmin nöqsanlar aradan qaldırılana qədər dayandırılır və eyni zamanda da inzibati məsuliyyət cərimələr tətbiq olunur. Bəs biz kərə yağını indi bir istehlakçı kimi gözümüzlə görə Millət Təhlükəsizliyi Agentliyinin laboratoriya nəticələri bunu deməyə əsasır. Biz istehlakçı kimi bunu alıb necə müşahidə edə bilərik ki, bu ya dadla olsun və yaxud da biz o kərə yağını tavaya atanda görürük, ya tavada mı görəcəyik bunun keyfiyyətli olub-olmadığını və yaxud da dilimizlə, dad reseptorlarımızla bunu müşahidə edəcəyik. Orqanoleptik olaraq onu müəyyən etmək mümkün deyil. Bəzən belə suya qatırsınız. Xeyr, onun sadəcə laborator şəraitdə sınaqlar aparılaraq müəyyənləşdirilmək olar ki, onun tərkibində göstəricilər hansı məhsullardan ibarətdir. Bizə əsas eyni zamanda istehlakçılarımız məhsul alarkən onun etiket məlumatlarını təhlil etməlidirlər. Etiket məlumatlarında həmin məhsulun hansı tərkibdən, hansı enerji dəyərinə malik olmağı müəyyənləşdirməlidir. Etiketdə də yalan məlumatlar. Elədir, bəli. Yəni, bu artıq istehsalçıların üzərinə düşən məsuliyyətdir ki, istehsalçılarımız məsuliyyətlə yanaşmalıdırlar işə. Yəni, daha yaxşı gəlir əldə etmə məqsədində istehlakçının aldadılmasına yol verirlər. Siz dediniz ki, ümumiyyətlə monitorinqlər aparılır. Biz bildiyimiz kimi, elə sizin əməkdaşların da yəqin ki, bəlli bir sayı var. Ümumiyyətlə, bu monitorinq şəbəkəsi nə formada? Bütün marketlərə aparmaq mümkündürmü bu monitorinqləri, satış nöqtələrini və yaxud da? Düzgün qeyd edirsiniz ki, agentliyin təxminən nəzarətə həyata keçirən müfəttişlərinin sayı 700-ə yaxındır ölkə üzrə. Ölkə ərazisində də demək olar ki, 100 minlərlə, 10 minlərlə qida obyektləri fəaliyyət göstərir. Biz əsasən monitoring çərçivəsində istehlakçıdan daxil olan şikayətlərdir və risk əsaslı yanaşma tətbiq etməklə risk təhlili apararaq müəyyənləşdirir ki, məsələn, daha çox harda saxtakarlıq hallarına yol verilə bilər. Bəli, monitoring planı qurulur və monitoring planına uyğun olaraq ölkə ərazisində fəaliyyət göstərən istehsal olunan məhsullardan nümunə götürülüb, sınaqları aparılır. Qeyd etdiyiniz kimi, burada əsas məsuliyyət bizim istehsalçılarımızın üzərinə düşür və o cümlədən də bu sahədə fəaliyyət göstərən sahibkarlar məsuliyyət daşıyırlar daha doğrusu. Bitki tərkibli yağı Nehrə adı altında satanlar bu yaxınlarda belə bir xəbər çıxdı. Sizin agentliyin əməkdaşları belə bir açıqlama vermişlər. Bu sahədə dedilər ki, məsuliyyətə cəlb olunur. Məsuliyyət tədbirləri nədən ibarətdir həmin şəxslərə qarşı? Bilir ki, onları küçədə hansısa bir formada satırlar və ya hansısa bir selofan torbalara keçirilmiş formada, ya strenclərlə və digər
qablaşdırma ilə həyata keçirilir. Bunlara məsuliyyət tədbirləri nə oldu həmin insanlara? Qeyd etdiyimiz halına bağlı monitorinq çərçivəsində agentlik tərəfindən 8 istehsalçıya məxsus yaxıla bilən və qatı yağlardan nümunə götürülüb. Bunlar marqarin, spiret yağlarıdır ki, onun da təhlükəsizlik göstəriciləri yoxlanılıb. Burada 17 məhsul nümunəsindən 15 uyğun çıxmışdırsa, ikisində uyğunsuzluq halı aşkar edilmişdir. Uyğunsuzluq halı aşkar olunan burada əsasən çift maya göbələklərinin mikrobioloji göstəricilərlə bağlı olan ki, bu həmin məhsulların birbaşa istehlakı və eyni zamanda da hər hansısa bir qida məhsulunun hazırlanmasında istifadə edilməsi təhlükəlidir. Qeyd edilən məhsullardan biri də həmin nəhrə yağı adı altında həmin spiret yağın, bitki tərkibli yağın satışıdır ki, agentlik tərəfindən də bununla bağlı həmin müəssisələrdə planlanan yoxlamalar həyata keçirilib və həmin o təhlükəli məhsulların geri çağırılması ilə bağlı ticarət şəbəkələrindən geri çağırılmasına qərar qəbul olunub. O cümlədən ticarət şəbəkələrinin özlərinə bununla bağlı bildirişlər göndərilib ki, həmin məhsulların satışdan kənarlaşdırsınlar. Həmin sahibkarlıq subyektləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb. Bəs bu şadlıq saraylarında da yoxlamalar aparılır. Bildiyimiz qədərilə nöqsanlar aşkarlanır. Bu nöqsanlardan istəyərdik danışasınız ki, hansı nöqsanlar aşkarlanıb? Bildiyiniz kimi şadlıq sarayları, restoranlar ictimai yaşayış obyektləri hesab olunur ki, burada əsasən insanlarımız, istehlakçılar kütləvi qidalanması həyata keçirilir. Agentlik tərəfindən cari ilin birinci rübü ərzində 415 yaşayış obyektində yoxlamalar həyata keçirilir. Burada həm planlı yoxlama var, həm də şikayət əsasında olan planlaşan yoxlamalardır ki, yoxlamalar zamanı 389 müəssisədə uyğunsuzluqlar aşkar olunub, nöqsanlar aşkar olunub. Siz özünüz də mətbuatdan izlədiyiniz kimi ölkə ərazisində fəaliyyət göstərən daha məşhur, populyar istehlakçılar arasında daha çox gedilən yerlərdən olan restoranlarda da var ki, bəli, orada da ciddi nöqsanlar aşkar olunub. Nöqsanların biz kateqoriyasını böləndə burada 4 kateqoriya bölə bilər ki, həm qida obyektinin, mətbəxinin, sanitar texniki, sanitar gigiyen tələblərinin uyğunsuzluğudur. Qida ilə təması olan işçilərlə bağlı tələblərin pozulmasıdır. Qida məhsullarının dair tələblərin pozulması, yəni istehlaka təqdim olunan qida məhsulları ilə bağlıdır. Yəni qeyd etdiyim obyektlərdə gündəlik gəlirin, gündəlik gəliri həmin o mətbəxə yönəltsələr, orada o qeyd olunan nöqsanlar aradan qaldırılmış olar. Bəli, burada təbii ki, vicdan məsələsi də böyük rol oynayır. Həqiqətən dediyiniz kimi, yəni yəqin ki, etibardan bir qədər sui-istifadə edən insanlar var da, həmin restoranların rəhbərlərinə. Təəssüflər olsun ki, düzgün vurğulayırsınız ki, bizdə sahibkarlar əsasən insanların əyləşdiyi və daha çox əyləndiyi yerlərə xüsusi diqqət yetirir, onun görünüşünə. Lakin mətbəx hissəsində o qədər gözlə görünmür deyə oranı diqqət yetirmə. Halbuki qida təhlükəsizliyi birbaşa həmin mətbəxdən başlayır. Yəni burada da biz aşkar edirik həm saxtalaşdırılmış içkilərlə bağlı, saxta məhsullarla bağlı, vaxtı keçmiş məhsullar, yararlı müddət bitmiş. O cümlədən də müvafiq mənşəyi, müşahidə edici sənədlər olmayan, baytarlı sənədlər olmayan ətlərin istifadə edilməsi, istehlaka təqdim edilməsi. Kifayət qədər populyarlıq qazanır və ondan sonra artıq laqeyd yanaşır bu məsələlər. Siz dediyiniz kimi gündəlik xərcin bir qismini həmin o mətbəxə yönləndirsələr və bütün, yəni demək olar ki, işlədiyi müddətdə həmin o nöqsanlar aşkarlanmaz. Əlbəttə ki. Agentlik tərəfindən qida sektorunda başqa nələr, hansı, nə kimi nəzarət tədbirləri həyata keçirilir, yeniliklər varmı? Bundan sonra biz nəyi müşahidə edəcəyik? Agentlik tərəfindən yaxın vaxtlarda inşallah içməli, qablaşdırılmış içməli sulara münasibətdə. Yay vaxtı gəlir, təbii ki. Dondurma süd məhsullarına münasibətdə monitorinqlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda bizim özümüzün planlı yoxlamamız var ki, biz noyabr ayının 1-nə qədər növbəti il üçün plan tərtib edilir ki, hansı obyektlərdə nəzarət tədbirləri keçirəcək. Bura uşaq bağçalarından tutmuş, məktəblərin qidalanma bloklarına qədər nəzarət tədbirlərimizin həyata keçirilməsi aparılır hal-hazırda və eyni zamanda da aparılması nəzərdə tutulur. Aydın, təşəkkür edirəm Rəşad müəllim, studiyamıza gəlib suallarımızı cavablandırdınız. Həqiqətən də Rəşad müəllim də bildirdiyi kimi həmin o gündəlik xərci bir qismini xərcləməklə siz bir ömür boyu artıq qanundan kənar işləməyəcəksiniz, heç bir nöqsana yol verməyəcəksiniz.